Ata ölsen oğul gül genç olarmış, kız ağlayıp saçlarını yolarmış. Ataya da ata lazım olarmış, torpağa kurban olum dede. Gemerim can gemerim, sana kurban gemerim. Gemerim can gemerim, sana kurban gemerim. Hasretinden yollarını sevinmem, gözlerim aylarım garip garip. Amma mən sənə hərdən birdən paxıllıq edirəm. Amma Allah Atova ömür versin. Evladlar səni təbrik edəndə mən sosial şəbəkədə mən yox, Aytac axtardı. Atovun ən köhnə şəkilini biz tapdıq. Yəni cavan yaşında itirmişsən Atov. 42 yaşında rəhmətə gedib. Bəli? 42 yaşında. 42 yaşında. Əslində cavandır, yəni 42 Bəli, yaşında cavandır, yaşdır təbii ki, ki. cavandır. Mənim üçün yəni 42 yaşında getməyinə baxmayaraq çox xatirəm yoxdur. Ona görə mən Xatirələrim var. cavanlığına daha çox aşiqəm onun. Bax, Ofelia burada, Ofelia'nı tanıyırsınız hamımızda. Ofelia burada oturmuşdu. Ofelia mənə dedi ki, Tolik, mən o corab məsələsindən sonra mən şəkər xəstəliyi tapdım. Mənə o qədər qınaq elədilər, o qədər əsəb keçirtdim, qorxu keçirtdim və buna görə şəkər tutdum. Və sonra o dedi ki, mən atamı o qədər balaca yaşında itirmişəm ki, ata, sən bayaq bir sözünü, ata sevgisi görməyən qızlar doğrudan da biraz elə bir nakam qalırlar. Çünki ata qızın dayağıdır, manafın da Allah qızını qorusun, saxlasın. Bax, evladların dində oğlandılar da, Allah sənə qız nəsib eləməyib, oğlandılar. Oğlanlar anaya bağlıdırlar. Belə deyim, atasız qız deyəndə gücsüz bir qız düşünürük, amma əslində elə deyil. Atasız qızlar məncə düşünürəm ki, həm zəifdirlər, həm güclüdürlər. Onlar hər iki yolu bilirlər. Çünki zəif ona görədilər ki, arxasında kişi yoxdur. Yəni ona söykənsin. Güclü ona görədir ki, Ayaqlarının üstündə dura bilir özü. ayaqlarının üzərində durur. İstər ana olsun, istər bacı olsun. Fərq etməz. Ayaqları üzərində durub atasından qalan xatirələri, əsl canlı insanları yəni saxlayır, onlara baxır, onlara güc olur. İstər ana, istər ata fərqi yoxdur. Hər iki insan valideynlərimizdir bizim. Allah Zeynəbin də atasına rəhmət anasına Sən rəhmət sağlığı eləsin. versin. Ata mövzusu mən biraz başımı həqiqətən aparır. Onu bilirəm. Ona görə istəyərəm ki, mən əslində Zeynəbin atasına baxıram, onun sevgisinə, Zeynəblə onun bağlılığına baxıram və bununla bir dost kimi fəxr edirəm. Yaxşı ki, sağlığında Zeynəb atasına dəyər verir. İnsanlar var ki, sağlığında heç ata-ana qədri bilmirlər. Amma mən çox bəyənirəm istər Zeynəbin, istər anasının, atasının qiymətini bilənləri. Bizdə yoxdur, biz axtarırıq. Kimsə də varsa qədrini bilsin. Allah anamın canını sağ eləsin. Anamdan yəni mənə bu həyatda dəyərli etaplar var da. Yəni amma ən ilk növbədə anam durur. Bütün anaların əllərindən öpürəm. Allah bir daha Zeynəbin mamasına rəhmət eləsin. Yəni Tolik, belə deyim də, mən də anayam. Bəli. Mənim də övladım var. Mən elə bir atamın o sevgisini övladlarımdan almağa çalışıram. Və onda o mənə göstərirlər ha. Artıq ayın 7-si 8-nə keçməmişdən və uşaqlar, oğlanlarım yığın mənə deyir ki, ana sən xəbərin var, biz sənə hədiyyə, mənə sürpriz edirlər, amma mənə də deyirlər. Ana biz sənə hədiyyə seçirik, alırıq. Mən onlarla xoşbəxtəm. Allah atamın yerini cənnət eləsin, məkanını cənnət eləsin. Nəfəs, Qəlbimizdə yaşayır. Evladın çox sağlamdır indi, şükür Allah, hər şey yaxşıdır. Amma bu bəzi şeylər var, olmayaydı, kəşki deyirsən. Yəni, məncə ehtiyac yox idi o vaxtı belə. Düz deyə, indi səndən də biraz istifadə deməyim. Çünki uşağın da könlü bir başqa cürədə olursa. Həyatda yaşayırıqsa, Allahın bizə göndərdiyi hər imtihanla üzləşirik. Tək ki, alnı açıq çıxaq, tək ki, çox əziyyətli olmasın. Allah bütün xəstələrə şəfa versin. Mən oğlumun sağlamlığı ilə bağlı bir damcı nəsə deyir, o
övladımızın dırnağına zərər gəlsə canımız yanar. Bir damcı belə xəsarət alsa mən ölərəm, yəni ona İndi görə necədir vəziyyət? indi şükür Allaha, onun Hər üçün şey. çalışıram. Onun üçün mən hətta demişəm də, mən xəstə olsam belə son nəfəsimə qədər övladım üçün çalışaram ki, Sən. deyir övlad insanı düşmən qapısına da aparar. Yəni çalışaram ki, onlara bir şey olmasın. Belə hər şey axarındadır, yolundadır. Xoşbəxtəm, övladlarım, ailəm, həyatım, hər şey öz qaydasındadır şükür Maraq, Allaha.